Bugün araştırdığımız Josh Kaufman'ın ilk 20 saat kitabının xülasəsi deyir ki, bəlkə də problem heç vaxtda deyilmiş. Məqsədimiz odur ki, bu söhbətin sonunda sizin əlinizdə o istədiyiniz bacarığa başlamaq üçün real bir plan olsun. Və o plana keçməmişdən əvvəl, gəlin bizi dayandıran o böyük divardan danışaq. Hətta deyərdim, divarı uçaq. Hansı divar? O məşhur 10.000 saat qaydası. Yəqin siz də eşitmisiniz. Əlbəttə, hər yerdə qarşımıza çıxır. Bu ideya Anders Ericsson adlı bir tədqiqatçıdan gəlir. O, həqiqətən də zirvədə olanları, yəni dünya səviyyəli skripkaçıları, şahmat ustalarını araşdırıb və görüb ki, onları ora çatmaq üçün təxminən 10.000 saat məşq ediblər. Aha. Amma zamanla bu tamamilə yanlış yozulub. Yəni, bu, bir şeyi öyrənmək üçün yox, dünyanın ən yaxşısı olmaq üçün lazım olan vaxtdır. Bu kiçik fərq bizi sadəcə iflic edir. Çünki 10.000 saat, bu nə qədər edir real həyatda? Təsəvvür edin, həftədə 40 saat işləsəniz, təxminən 5 il. 5 il tam ştatlı iş. Bu rəqəmi eşidən beyin dərhal deyir, yox, boş ver, heç başlamağa dəyməz. Dəqiq. Mənim məqsədim konsert salonunda Beethoven ifa etmək deyil axı. Elədir. Sadəcə dostlarla yığışanda 1-2 mahnını gitarada çalmaq istəyirəm. Yaxud, nə bilim, atamla şahmat oynayanda həmişə uduzmamaq. Kitabın müəllifi Josh Kaufman da məhz bu sualı verib özünə. Ata olandan sonra deyəsən. Bəli, ata olandan sonra düşünüb ki, vəssalam, boş vaxtım bitdi. Sonra isə fikirləşib, dayan bir dəqiqə, həqiqətənmi belədir? Yoxsa mən sadəcə bu 10.000 saat mifinin təsiri altındayam və araşdırmaları onu tamamilə başqa bir rəqəmə gətirib çıxarıb. Və bu da bizim bugünkü söhbətimizin, necə deyim, ürəyidir. 20 saat qaydası. Cəmi 20 saat. Bəli, iddia çox sadədir. İstənilən yeni bacarıqda kifayət qədər yaxşı olmaq üçün sizə cəmi 20 saat fokuslanmış, ağıllı məşq lazımdır. Bir dəqiqə, kifayət qədər yaxşı nə deməkdir? Onu biraz açaq. Yaxşı sualdır. Bu o deməkdir ki, siz artıq yöndəmsiz, yeni başlayan deyilsiniz, nə etdiyinizi bilirsiniz, kobud səhvlər etmirsiniz və ən əsası... Həzz almağa başlayırsınız. Tam olaraq. Proses artıq əzab yox, zövq verir. 20 saatda ilk baxışdan çox görünə bilər, amma... Gəlin hesablayaq. Gündə 40 dəqiqə ayırsam... Bir aya tamamdır. Cəmi bir ay. İndi müqayisə edin. 5 illik ümidsizliyi yoxsa 1 aylıq konkret hədəf. Psixoloji olaraq fərq çox böyükdür. Aydındır. Amma burada məni düşündürən bir şey var. Hətta 20 saat belə bəzən başlamaq üçün çox çətin gəlir. Xüsusilə o ilk bir neçə saat. Mənbədə də deyilir ki, əsl maneə bizim ağlımız deyil, emosiyalarımızdır. Bu, bəlkə də bütün söhbətin ən kritik nöqtəsidir. Baxın, kitabın ən heyrətləndirici iddiası budur. Öyrənmənin qarşısındakı divar sizin intellektiniz deyil. Bəs nədir? Sizin egonuzdur. Biz böyüklər olaraq bacarıqsız olmağı sevmirik. Həyatımızı bir kimlik üzərində qurmuşuq. Mən işimi bilirəm, mən bacarıqlıyam. Düzdürüm. Yeni bir şeyə başlayanda isə qəfildən o yöndəmsiz uşağa çevrilirik. Və araşdırmalar göstərir ki, beynimiz bu bilmirəm, bacarmıram hissini Mişə qəbul edir. real fiziki ağrıya bənzər şəkildə və bizə siqnal verir. Dayan, çıx bu vəziyyətdən, bu təhlükəlidir. Vay, deməli o narahatlıq hissi realdır. Tamamilə. 10.000 saat mifidə məhz bu egonu qidalandırır, bizə mütəmməl bəhanə verir. Əslində isə biz bir müddət pis görünməkdən qorxuruq. 20 saat qaydası isə deyir ki, səbr et, bu əbədi deyil. Sadəcə 20 saatlıq bir yöndəmsizlik mərhələsidir. Bu, beynə çox aydın bir son hədəf verir və o təhlükə siqnalını zəiflədir. Bu inanılmazdır. Deməli, mən yeni bir proqram öyrənəndə özümü pis hiss edirəmsə, bu tənbəllik deyil. Bu demək olar ki, bioloji bir reaksiyadır. Bu, hər şeyə baxışımı dəyişir. Yaxşı, tutaq ki, mən bu 20 saatlıq öhdəliyi götürdüm. Bəs bu vaxtdan necə səmərəli istifadə edim? Bunun üçün Kaufman 9 prinsip təklif edir. 9 prinsip. Gəlin onları bir-bir sadalamayaq, bəlkə yadda qalan olması üçün qruplaşdıraq. Məsələn, 3 mərhələyə bölək. Əla fikirdir. Birincisi olsun strateji hazırlıq. Yəni, nəyi, niyə və nə qədər öyrənəcəyimizi bilmək. İkincisi, mühitin qurulması, yəni maneələri aradan qaldırmaq. Və üçüncüsü, ağıllı məşq, yəni ən surətli nəticə verən texnikalar. Super. Gəlin birinci qrupla başlayaq. Strateji hazırlıq. Birinci prinsip,
ən sadə olanıdır, sizi həqiqətən həyəcanlandıran bir bacarıq seçin. Bu çox vacibdir. Əlbəttə, çünki o ilk çətin saatlarda sizi davam etməyə məcbur edəcək yeganə qüvvə sizin daxili həvəsiniz olacaq. Məcburam deyil, istəyirəm hissi. Bəs ikinci prinsip? O da bunun məntiqi davamıdır. Eynən də yalnız bir bacarığa fokuslanın. Bu çox kritikdir. Həvəsə gəlib həm ispan dili, həm rəsm, həm də yoga Heç birini öyrənə bilməmək üçün ən yaxşı yoldur. dəqiq. O qiymətli 40 dəqiqəni 3 yerə böləndə hər birində irəliləyiş o qədər yavaş olur ki, sonda hamısından bezirsən. 20. Çox yaxşı sualdır. Baxın, burada söhbət həyatınızdakı hər şeyi dayandırmaqdan getmir. Söhbət sizin şuurlu şəkildə özünüz üçün sıfırdan seçdiyiniz yeni bir bacarıqdan gedir. Məcburi işləri paralel apara bilərsiniz. Amma o yeni, həvəsə dayalı bacarıq tək olmalıdır. Aydındır. Bəs hazırlığın üçüncü prinsipi? Bu bəlkə də ən güclü olanıdır. Hədəf performans səviyyənizi müəyyənləşdirin. Yəni, özünüzdən soruşun. Nə qədər yaxşı mənim üçün kifayət qədər yaxşıdır? Bu niyə bu qədər vacibdir ki? Çünki bu həm motivasiya verir, həm də enerjiyə qənaət edir. Beynimiz qeyri-müəyyənliyi sevmir. Hədəf aydın olanda bütün resursları bir nöqtəyə yönəldir. Gəlin gitara nümunəsinə qaydaq. Gitara çalmağı öyrənmək çox qeyri-müəyyəndir. Bəli, Amma desəm ki, hədəfim bir ay sonra düşərgədə tonqal ətrafında 4 əsas akkordla 2 sadə mahnı çalmaqdır. Bu artıq konkret bir hədəfdir. Çox aydındır. Deməli, sizə yüzlərlə akkord lazım deyil. Mənə sadəcə o 4 akkord və o 2 mahnı üçün lazım olanlar lazımdır. Bu, bütün prosesi daha az qorxuducu edir. Mükəmməl. Və bu bizi birbaşa 4-cü prinsipə gətirir. Bacarığı kiçik hissələrə bölün, yəni dekonstruksiya edin. Sizin dediyiniz kimi, gitara çalmaq tək bir bacarıq deyil. Bəli, onun içində çox şey var. Akkordları basmaq, birindən o birinə keçmək. Sağ əllə ritm vurmaq. Sizin ilk 20 saatdakı məqsədiniz bunların hamısına mükəmməl olmaq deyil. Məqsədiniz sadəcə o 4 akkordu basmaq və onlar arasında yavaş-yavaş keçid etməkdir. Qalan hər şeyi unudun. Bu, o bacarmıram hissini aradan qaldırır. Yaxşı, deməli strategiyamız aydındır. İndi keçək ikinci mərhələyə. Mühitin qurulması. Yadıma bir şey düşdü. Bir dəfə onlayn yoga dərsinə başladım. 5-ci dəqiqədə başa düşdüm ki, yoga matım qarajdadır. Mən onu tapana qədər dərs bitdi, həvəsim də öldü. Yəqin 5-ci prinsip bununla bağlıdır. Lazımi alətləri əldə edin. Tam olaraq. Bu, çox sadə görünür, amma həyati əhəmiyyət daşıyır. Məşqə başlamazdan əvvəl gitaranız, kökləmək üçün proqram, akkord cədvəliniz, hər şey əlinizin altında olmalıdır. Yəni o 40 dəqiqənin 10 dəqiqəsi axtarışa getməsin. Qətiyyən. Məqsəd, beyinə heç bir bəhanə verməməkdir. Və bu, bizi 6-cı prinsipə, yəni daha böyük maneələrə gətirir. Maneələri aradan qaldırın. Fiziki və emosional maneələr. Bəli. Fiziki olanlar aydındır. Telefonu səssizə qoy, televizoru söndür, qapını bağla. Amma emosional maneələr daha çətindir. Məsələn, mən o 4 akkordu basmağa çalışıram, barmaqlarım ağrıyır, səslər cırıltılı çıxır və içimdə bir səs deyir ki, səndən gitarist olmaz. O tənqidçi səs edirik. Çözüm, o hissləri qəbul etməkdir. Özünüzə deyin, bəli, ilk bir neçə saat barmaqlarım ağrıyacaq və səslər pis çıxacaq. Bu, normaldır. Yəni gözləntini aşağı salmaq. Dəqiq. Məqsəd mükəmməl səs deyil, barmaqları öyrəşdirməkdir. İkincisi, əgər başqalarının sizi görməsindən çəkinirsinizsə, ilk 20 saatı tək məşq edin. Özünüzə səhv etmək üçün təhlükəsiz bir şərait yaradın. Bu, təzyiqi azaldır. Deməli, strategiyanı qurduq, mühiti hazırladıq, nəhayət gəldik 3-cü və son mərhələyə. Ağıllı məşq. Artıq gitaranı əlimə almışam, 40 dəqiqə vaxtım var, nə etməliyəm? Yəqin ilk addım nəyə düz, nəyə səhv etdiyimi bilməkdir. Bəli, yəni 7-ci prinsip. Sürətli geri bildirim alın. Amma müəllimim yoxdursa, bunu necə edim? Da göstərəcək. Yaxud özünüzü videoya çəkin və baxın. Bu, çox güclü bir geri bildirimdir, çünki səhvlərinizin vərdişə çevrilməsinin qarşısını alır. Gözü bağlı ox atmaq kimi olmasın deyə. Tamamilə. Sadəcə eyni səhvi 20 saat təkrarlamaq olar yoxsa. Aydındır. Bəs məşqin özü 40 dəqiqə fasiləsiz oturmaqda yorucu səslənir. Xüsusilə də başlanğıcda vaxt heç keçmir sanki. Məhz buna görə də 8-ci prinsip var. Qısa fasilələrlə məşq edin. Pomodoro texnikası kimi. Taymeri 20 dəqiqəyə qurun.
Fokuslanmış 20 dəqiqə. Bəli. Sonra 5 dəqiqə fasilə. Dur, su iç, gəziş. Sonra ikinci 20 dəqiqə. 2 belə blok etdirmək 1 saat diqqəti dağılmış şəkildə işləməkdən qat-qat səmərəlidir. Fokuslanın. Bu biraz ziddiyyətli deyil. Keyfiyyət kəmiyyətdən üstündür deyirlər axı. Ümumi mənada bəli, amma yanı bacarığın ilk 20 saatında xeyr. Niyə? Çünki başlanğıcda mükəmməlliyə can atmaq iflic edicidir. Onsuz da mükəmməl olmayacaqsınız. Məqsədiniz do akkordunu ən təmiz şəkildə basmaq deyil. Bəs nədir? Məqsədiniz do akkordundan sol akkorduna 100 dəfə keçid etmək olmalıdır. O 100 cəhdin 90'ı bərbad olacaq, amma bu prosesdə beyniniz və barmaqlarınız o hərəkəti avtomatlaşdıran əzələ yaddaşını formalaşdıracaq. Keyfiyyət o kəmiyyətin içindən zamanla öz-özünə çıxacaq. Yadıma o xüzək hekayəsi düşdü. İlk gün məqsədi qəşəng sürmək deyildi. Bəli, məqsədi mümkün qədər çox yıxılıb durmaq idi. Çünki hər yıxılış yeni bir məlumatdır. Mən bu 20 saatı bu işə həsr edəcəm. Bu öhdəlik vaz keçmək seçimini masadan qaldırır. Sadəcə 20 saat dişini sıxacağını bilirsən. Və o 20 saatdan sonra Hər şey dəyişir. proses tərs çevrilir. Başda çətin gələn, egonuzu zədələyən o fəaliyyət zövq verməyə başlayır. Çünki artıq yöndəmsiz deyilsiniz, nəticə görürsünüz. Bazarmıram hissi, vay, deyəsən alınır hissinə çevrilir. Dəqiq. Və o nöqtədən sonra artıq iradəyə ehtiyac qalmır. Çünki motivasiya prosesin özündən gələn daxili bir həzdən yaranır. Proses vərdişə çevrilir. Beləliklə, bugün sizə bir təklifimiz var. İllərdir təxirə saldığınız o bir şeyi seçin, hansı ki adını çəkəndə belə gözləriniz parlayır və özünüzə deyin. Mən bunu mükəmməl etmək məcburiyyətində deyiləm. Mənə sadəcə 20 saat lazımdır ki, bunun mənim üçün olub-olmadığını yoxlayım. Təqdiminizə yazın, gündə 40 dəqiqə, cəmi 1 ay və sadəcə başlayın. Öyrənməyin sehri ondadır ki, ilk addımı atdığımız anda biz artıq eyni insan olmuruq. Və bu düşüncə ilə bəlkə də özünüzə verəcəyiniz ən yaxşı sual bu deyil. Əgər uğursuz olmaqdan qorxmasaydınız, nə öyrənmək istərdiniz? Bəs əsl sual nədir? Bəlkə də əsl sual budur. Nəyi 20 saat boyunca pis etməyə razı olardınız ki, sonunda ondan həzz alasınız? Cavabı tapdıqdan sonra geriyə sadəcə 20 saat qalır.